Tanınmış aktyor Cihan Ünal və Sabiş Quzoğlu'nun qızı İrmaq Ünal 10 aydır süd vəsinin xərçəngi ilə mübarizə apardığını açıqlayıb. Uzun müddətdir ekranlardan uzaq olan Ünal aktrisalıq karyerasını bitirərək Baliyə köçüb və sosial media hesabında xəstəliyini ilk dəfə paylaşıb. Bugün TV xəbər verir ki, İrmaq Ünal paylaşımında xəstəliklə mübarizə prosesini belə ifadə edib. Analiz cavabının nəticəsinin süd vəsi xərçəngini olduğunu eşitdiyim gün yeni ilin ilk günü idi. O yaşadığı prosesi həm çox çətin, həm çox real, həm də ifadəsi çətin, amma dəyişdirici bir təcrübə sözləri ilə təsvir edib. Xərçəng olduğunu açıqlamasından sonra İrmaq Ünal sürpriz bir paylaşım edib. Saçlarının yenidən uzandığını və bugün təbii boya ilə boyadığını bildirib. Hüsniyə Salmanova, Bugün TV.